Dəyərli izləyicilər, yanvar ayının 10-u bir məlumatı diqqətinizə çatdırmaq istəyirəm. Demək ki, uzun müddət yaşadığı evlərdən çıxmayan məcburi köçkünlər kirayə pulu ödəyəcəklər evin sahibinə. Belə ki, Bakının mərkəzində uzun illərdir məskunlaşdıqları mənzillərdən çıxmayan keçmiş məcburi köçkün ailəsi buna görə evin sahibinə 34.000 manata yaxın təzminat ödəməli olacaq. Bu günlərdə məhkəmə belə bir qərar çıxarıb, Söhbət Nəsimi rayonu Vaqif prospektində yerləşən bir mənzildən gedir. Evin mülkiyyətçisi Musayev əmlakından istifadə edə bilmək üçün 15 ilə yaxındır ki, məhkəmələrdə sürünüb və mübarizə aparıb. Bu məsələ hətta Avropa məhkəməsinə qədər gedib çıxıb, orada da qərar qəbul olunub. Məcburi köçkünlər evdən könüllü şəkildə çıxmaq istəmədiklərinə görə 2012-ci il məhkəməyə üst tutub, Nəsimi rayon məhkəməsi həmin mənzildə məskunlaşmış Abbaszadə və digərlərinin məcburi şəkildə oradan çıxarılmasına qərar verib. İllər keçsə də bu qərar kağız üzərində qalıb. Əmlak sahibi qərarın icra olunmaması ilə əlaqədar Avropa İnsan Haqları Konvensiyasının 6-cı maddəsinin pozuntusuyla Avropa məhkəməsinə şikayət edib. Məhkəmə hər il üçün kirayə haqqının fərqli hesablanmasına qərar verib. 2021-ci ildə aylıq 500 manatdan olmaqla 3 ay oktyabr, noyabr, dekabr, ümumilikdə isə 1500 manat hesablanıb. 2025-ci ildə aylıq 620 manat, 2023-cü ildə aylıq 650 manat, 2024-cü ildə hər ay üçün 680 manat, 2025-ci ildə isə aylıq 750 manat götürülüb. Beləliklə 2021-ci ilin oktyabrından 2026-cı ilin yanvarına dək olan müddətdə evdə yaşayan keçmiş məcburi köçkünlərin əmlak sahibinə ümumilikdə 33.900 manat pul ödənilməsinə qərar verilib. İndi bu məbləğ ödəniləcək, ödənilməyəcək, bu da təbii ki, böyük bir sual altındadır. Dəyərli izləyicilər, əgər siz Astara və Lirik dağlarından süzülən tərtəmiz bal əldə etmək istəyirsinizsə, o zaman Arıçı Vidadi ilə əlaqə saxlayın. Əmin olun ki, Arıçı Vidadinin sizə təqdim etdiyi bal tam təbiidir, heç bir qatqısı yoxdur. Əgər siz o balın tərkibində qatqı aşkar eləyərsinizsə, o zaman sizə Arıçı Vidadi onun pulunu 2 qat qaytaracaq. Diqqətinizə çatdırım ki, Azərbaycan bütün bölgələrinə çatdırılma tam pulsuzdur. Arıçı Vidadinin əlaqə nömrəsi 051 546 39 39-dur. Ondan başqa bir telefon nömrəsi yoxdur. Bir telefonu və ona zəng eləyə bilərsiniz. Bəzən izləyicilər deyir ki, Səidə xan, balını neçə satırsınız? Dəyərli izləyicilərim, mən bal satmıram. Mən sizə sadəcə təbii balın ünvanını göstərirəm. Ona görə də neçə manata satılır, 3 kilo alana nə qədər hədiyyə olunursa, onun siz hamısını Arıçı Vidadidən soruşa bilərsiniz. Ağız şirinliyi ilə yeyin və inanın ki, peşman olmayacaqsınız aldığınız.